Videoda ikinci barmağın digər barmaqlardan daha böyük olduğunu görə bilirik. Hansı ki, bu sosis barmaq, bəzən də sardırka olaraq barmaq adlandırdığımız bir vizual görüntüdür. Və osteomiyelitin, yəni başqa sözlə desək, sümükdə olan çürümənin, irinəmənin ən əsas göstəricilərindən biridir. Hətta videoda diqqət eləsək, ikinci barmaq birinci barmaqdan belə daha böyük, daha qabarıq ölçülərdədir. Bu İlkin müayinədə də bizdə sümükdə olan ciddi bir problemin göstəricilərindən deyir, xəbər verir. Rentgen müayinə etdik. İndi rentgen müayinəyə görə bilirsiniz. Burada da ikinci barmağın sümüklərində həmin çürümə prosesi açıq-aydın seçilir. Və eyni zamanda orada təsadüfi aşkarlanmış 2-3-cü barmaq arasında qırmızı xətlə işarələdiyimiz isə həmin hissədə yad cisimdir. Ola bilsin iynə batıbdır, nə vaxtsa yad cisim qalıbdır. Bu da təsadüfi bir müayinədə aşkarlanmışdır.